Adətən panik atak keçirən insanlar çox vaxt bu narahatlığın harda onları yaxalayacağını daha çox düşünürlər. Ona görə də açıq məkanlardan, çox olan insanların olduğu yerlərdən yayınmağa çalışırlar. Evdə hətta tək qalmaqdan belə çəkinirlər ki, birdən mənim qəfil halım dəyişərsə, mənə kim kömək edəcək? Sanki sizin bütün bədəniniz, psixikanız səfərbər bir vəziyyətdə hazırdır bu panik ataka və siz sanki onu gözləyirsiniz. Ona görə də kiçik bir həyəcan hissi, o adrenalin hissinin yaranması sizdə artıq ilkin qığılcımlarını göstərir ki, hazır ol, indi vəziyyətin dəyişəcək. Və adi bu fikir ki, mənim indi halım dəyişəcək, məndə nəsə yaxşı deyil, bu sizdə daha çox həyəcan hissini yaradır. Ona görə də belə insanlara deyəndə ki, narahat olma, hər şey yaxşı olacaq, heç bir problem yoxdur və indi sən çıxacaqsan, nəfəs alacaqsan, su içəcəksən, düzələcək. Bu fikirlər özü-özlüyündə biraz əlavə təşviş yaratmış bir fikirlərdir ki, sanki indi mənim vəziyyətim pisdir və mənə indi kimsə kömək etməlidir. Bu istiqamətdə nə edə bilərsiniz? Yəni təcili yardım texnikası olaraq tətbiq etməyiniz üçün siz sadəcə olaraq o hissləri duyduğunuz zaman, yəni ürək döyüntüsü olsun, nəfəs darlığı olsun, nəsə halınızın pisləşməsi kimi belə bir narahatlıq yaranırsa, dərhal bu vəziyyətdən çıxmağa tələsməyin. Yəni 10 dəqiqə ola bilər ki, ürək döyüntüsü olsun və bu zaman sadəcə olaraq dərindən nəfəs almaq və diqqətinizi yayındırmaq tövsiyə olunur. Diqqətinizi bu həyəcana kökləməyin. Əksinə, yayındırın. Dərhal mavi səmaya baxın, quşlara baxın, nəyisə saymağa başlayın, nəyisə eşidin, kimləsə danışın. Diqqətinizi sadəcə olaraq bu əlamətlərdən uzaqlaşdırın. Əksinə etsəniz, həyəcanınız biraz da artmış olacaq və artıq siz təkcə bu əlamətlərə görə deyil, sizin sonradan hansı vəziyyətə düşməyinizlə bağlı qorxularınız yaranacaq ki, sanki bu ölümə bərabər olan bir qorxudur. Ölüm qorxusu psixoloji olaraq panik atakın səbəbi deyil. Bu əlamətdir. Səbəb daha dərində yerləşir və onu araşdırmaq üçün şəxsi terapiyaya ehtiyac var.